Azərbaycanda 65 yaşını tamam etmiş 166,7 mindən artıq vətəndaş yaşa görə 220 manat müavinət alır. İlin əvvəlindən əmək pensiyalarına tətbiq edilən 9,2% indeksasiya isə bu kateqoriyaya şamil edilmir. Yəni onların aldıqları müavinətlər artmayacaq. Maraqlıdır ki, ölkədə təqaüdçülər üçün müəyyən olunan yaşayış minimumu 260 manatdır. Buna baxmayaraq sözü gedən vətəndaşlar hələ də 220 manat müavinət alırlar. Bu halda 166,7 min nəfərin aqibəti necə olacaq? Bu vəziyyət fonunda sosial siyasət və pensiya sistemi təqaüdçülərin real ehtiyaclarını qarşılamaq üçün hansı tədbirləri nəzərdə tutmalıdır? Globalinfo.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, bu dəfəki indeksasiya sistemi əmək pensiyalarına şamil edilib. Onun sözlərinə görə gələcəkdə artımlar gözlənilir. Bütün növ əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin 9,2% indeksləşdirilib və artımlar nəzərdə tutulur. Bu 1,1 milyon vətəndaşı əhatə edəcək. Əmək pensiyası alan vətəndaşlarımız həm yaşa, həm əlilliyə, həm də ailə başçısını itirməyə görə pensiya alan şəxslər bu artımlardan faydalana biləcəklər. Təbii ki, biz yaşa görə müavinətlərin artırılması ilə bağlı da təkliflərimizi təqdim edirik. Nəzərə almalıyıq ki, yaşa görə müavinətlərin artırılması həmin vətəndaşların sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir. Deputat əlavə edib ki, sosial müavinətlərin artırılması ilə bağlı qərarlar mütəmadi olaraq qəbul edilir. 2025-ci ildə də sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq sənəd imzalanıb. Pensiyalarda əmək haqqına uyğun olaraq indeksləşdirilərək artırılacaq. Mövcud maliyyə imkanları çərçivəsində yaşa görə müavinətlərin artırılması məsələsinə baxılması və bu istiqamətdə addımların atılması ilə bağlı təkliflər irəli sürürük. İqtisadçı Ruslan Atakişirev isə qeyd edib ki, ölkə üzrə minimum ehtiyac meyarı 300 manatdır. Bu göstərici pensiyaçılar üçün 260 manat olaraq müəyyən olunub. Yaşa görə 220 manat müavinət isə əsasən əmək stajı olmayanlara şamil olunur. Həmin şəxslərlə bağlı bir sıra digər sosial dəstək mexanizmləri də mövcuddur. Məsələn, tək yaşayan yaşlı şəxslərə sosial xidmət göstərilir. Onlara baxan adamlara aylıq xidmət haqqı ödənilir. Eyni zamanda müəyyən dərman vasitələrini pulsuz əldə etmə imkanları da var. Bununla belə real bazar qiymətlərini nəzərə alsaq, 220 manat aşağı məbləğdir. Hesab edirəm ki, gələcəkdə bu müavinətin də artırılması məsələsinə baxılmalıdır.